əziz şagirdlər və abituriyentlər. Bugündən etibarən riyaziyyat dərslərinə başlayırıq. Birinci mövzumuz isə natural ədədlərdir. Natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərdir. Natural ədədlər çoxluğu N hərfi ilə işarə olunur və bu şəkildə göstərilir. Ən kiçik natural ədədimiz isə 1-dir. Natural ədədlər sonsuz saydadır. 0 isə natural ədəd deyil, çünki biz hər hansısa bir əşyanı saymağa başlayanda 0-dan deyil, 1-dən başlayırıq. Yəni, məsələn, tutaq ki, buradakı elə lövhə, silgini saysaq 1, 2 deyə saymağa başlayacaq. Daha sonra isə biz ədəd və rəqəm anlayışını bilməliyik. Ədəd və rəqəm nədir? Bizim 10 dənə rəqəmimiz var. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 rəqəmimiz olduğuna görə biz onluq say sistemindən istifadə edirik. Ədəd nədir? Ədəd rəqəmlərdən yaranır. Məsələn, 168 ədədi. 168 ədədi 1, 6, 8 rəqəmlərindən yaranmışdır. Daha sonra isə biz natural ədədlərin onluq say sistemində yazılışına və yaxud mərtəbələrin toplamaları cəmi şəklində göstərilməsinə baxaq. Mərtəbə dedim. Mərtəbə nədir? Deməli, biz natural ədədləri müəyyən mərtəbələrə ayırırıq. Məsələn, böyük bir natural ədəd yazaq. 1, 2, 3, 6, 7, 8, 9, daha sonra 4. Burada mərtəbələri biz sağdan sola doğru baxacağıq. Deməli, ən kiçik mərtəbəmiz, ən birinci mərtəbəmiz təklikdir. Daha sonra onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq, 100 milyonluq, milyardlıq və 10 milyardlıq və daha çox gedir. Daha sonra onluq say sistemi şəklində necə yazırıq? Tutaq ki, daha balaca ədəd götürək. 1978 tutaq ki. Deməli, baxırıq ki, 8 təkliklər mərtəbəsində yerləşir, 7 onluqlar mərtəbəsində, 9 yüzlüklər, 1 minliklər mərtəbəsində yerləşir. Necə yazırıq? 1978 bərabərdir. Dedik ki, 8 təklər mərtəbəsində yerləşdiyi üçün 8 vur 1. Təklər mərtəbəsinin göstəricisi 1-dir. Daha sonra burada 1-ə vurmasaq da olar, çünki yenə eyni cavab alacağıq. Daha sonra üstə gəl. 7 onluqlar mərtəbəsində yerləşdiyi üçün adından da görüldüyü kimi 7-ni biz 10-a vuracağıq. Daha sonra 9 yüzlüklər mərtəbəsində yerləşir. Ona görə 9-u 100-ə vururuq. Sonra 1 minliklər mərtəbəsində yerləşdiyi üçün 1-i 1000-ə vuracağıq. Bu da onluq say sistemində yazılış deməkdir. Daha sonra isə biz vurma və toplama xassələrinə baxaq, natural ədədlərin. Əvvəlcə bunu deyim ki, natural ədədləri vurarkən, toplayarkən, qüvvətə yüksəldərkən cavab həmişə natural ədədlərdir. Amma natural ədədləri çıxarkən, bölərkən hər zaman natural ədəd almırıq. Nə alacaqsa onu növbəti videolarda, dərslərdə öyrənəcəyik. İndi isə xassələrə baxaq. Birinci xassəmiz yerdəyişmə xassəsidir. Toplananların yerdəyişmə xassəsi. Bu nədir? Məsələn, A üstə gəl B bərabərdir B üstə gəl A. Bu nə deməkdir? Yəni, toplananların yeri dəyişdikdə cəm dəyişmir. Yəni, məsələn, 3 üstə gəl 5 də 8-dir, 5 üstə gəl 3 də 8-dir. Daha sonra isə qruplaşdırma xassəsi. Burada nədir? A üstə gəl B, mötərizədə B üstə gəl C bərabərdir. A üstə gəl B, üstə gəl C. Bu xassəni harada istifadə edirik? Məsələn, bizə sualda uzun bir cəm verə bilər. Tutaq ki, 17, üstə gəl 52, üstə gəl 43, üstə gəl 68. Düz bu çox uzun olmadı, amma yenə də burada biz normal toplayıb hesablaya bilərik, amma vaxtımıza qənaət etmək üçün, səmərəli hesablama etmək üçün nə edirik? Burada elə ədədləri seçirik ki, cəmində alınan ədədin sonu 0 rəqəminə qutarsın. Yəni, məsələn, 17 ilə 43-ü toplayanda sonu 0-la bitəcək. 52 ilə 68 də toplayanda sonu 0-la bitəcək. Ona görə belə qruplaşdırırıq. 17, üstə gəl 43, üstə gəl 52, üstə gəl 68. Və bunu hesablayırıq. 17 üstə gəl 43, 60-dır. 52 ilə də 68-in cəmi 120-dir. Və bunu hesablamaq təbii ki, daha rahat olur. Və axırda cavab 180 alırıq. İndi isə
vurmanın xassələrinə baxaq. Vurmanın da xassələri toplamağın xassələrinə aiddir, daha doğrusu oxşayır. Vurmanın xassəsi nədir? Yer dəyişmə xassəsi birinci. A vurulsun B bərabərdir B vurulsun A. Yəni, vurduqların yeri dəyişdikdə hasil dəyişmir. Və məsələn, 5 vur 2 də 10-dur, 2 vur 5 də 10-dur deməkdir. Yəni, bu. Daha sonra qruplaşdırma xassəsi burada da var. Məsələn, A vur B vur C bərabərdir A vur B vurulsun C. Yenə bizə məsələn, böyük bir hesablama verilə bilər. Tutaq ki, 5 vur, 6 vur, 4 vur, 10 tutaq ki. Düz, bu biraz sadə oldu, amma neysə. 5 vur 6, burada elə bir ədədləri seçirik ki, əvvəlcə bunu deyim. Elə bir ədədləri seçirik ki, sonunda yenə hasildə alınan ədəd sonu 0-la bitsin. Məsələn, 5-i 6-ya vuranda sonu 0-la bitəcək, 4-ü 10-a vuranda sonu 0-la bitəcək. Belə qruplaşdırırıq. 5 vur 6 vurulsun, 4 vur 10. Və burada 30 vur 40 olur. Cavabımız 1210 olur. Daha sonra bir xassəmiz də qaldı sonuncu. Bu xassə hansıdır? Paylama qanunudur. Bu deməli A vurulsun B vurulsun B üstəgəsi bərabərdir AB plus AC. Burada yəni göründüyü kimi bu A-nı sanki B və C arasında paylayırıq. Məsələn, buna bir misal göstərək. Tutaq ki, 2 vurulsun 5 üstəgəl 6. Belə də hesablaya bilərik, amma paylama qanunu da burada tətbiq edərək hesablaya bilərik. 2 vur 5 üstəgəl 2 vuraq 6. Burada olacaq 22 edəcək. Daha sonra isə biz tək və cüt natural ədədlərə baxaq. Bunu silək. İndi isə tək və cüt natural ədədlərə baxaq. Natural ədədlər tək və cüt olmaqla iki qrupa bölünür. Cüt natural ədədlər hansılardır? Sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə qutaran natural ədədlər cüt natural ədədlər adlanır və ya cüt ədədlər adlanır. Cüt ədədləri ümumi şəkildə 2 en düsturu ilə göstəririk. Cüt ədədlər də natural ədədlər kimi uyğun olaraq sonsuz saydadır. Ən kiçik cüt natural ədəd 2-dir. Yəni dedik ki, 0 natural ədəd deyil deyə 2-ni götürürük. Tək ədədlər hansılardır? Sonu 1, 3, 5, 7, 9 rəqəmi ilə bitən natural ədədlər tək ədədlər adlanır. Tək ədədləri də ümumi şəkildə 2n çox bir şəklində göstərəcəyik. Daha sonra isə bunda deyim, tək ədədlər də uyğun olaraq sonsuz saydadır. İndi isə bölməyə baxaq, bölmənin xassələrinə baxaq. İndi isə bölmə əməlinə və bölmə əlamətlərinə baxaq. Hər hansısa A ədədini B-yə bölürük və cavabda C alırıqsa, bu tam bölmə adlanır. Əgər hər hansısa bir ədədi A ədədini B-yə böldükdə, əgər qalıq alınırsa, yəni bunu belə göstərək düsturunu, Q qalıqda da L alınırsa, bununla tamam qismət adlanır. Burada A bölünən, B bölən, Q natamam qismət, L isə qalıqdır. Burada isə C tam qismət deyirik. Tam qismət yox, qismət deyirik. Q-yə amma natamam qismət deyəcəyik. İndi isə bölünən və bölən anlayışına baxaq. Hər hansısa n natural ədədinin bölündüyü ədədlərə n-in böləni deyirik. Məsələn, 10 ədədini götürək. 10 1-ə, 2-yə, 5-ə, 10-a tam bölünür. Ona görə bu ədədlər onun böləni adlanır. Hər hansısa n natural ədədinə tam bölünən ədədlər isə n-in bölünəni adlanır. Məsələn, elə onu götürək. 10, 20, 30 və s. sonsuza qədər gedir. Bu ədədlər ona tam bölündüyü üçün bu ədədlər onun bölünəni adlanır. İndi isə bölmə əlamətlərinə baxaq. Bölmə əlamətləri hansılardır?
2-yə, 3-ə, 4-ə, 8-ə, 5-ə, 10-a, 6-ya qalıqsız bölünmə əlamətlərini nəzərdə tuturam. Bunlar necədir? Deməli, sonu cüt ədədlə, cüt rəqəmlə bitən ədədlər 2-yə qalıqsız bölünür. Məsələn, 168 ədədi sonu 8 rəqəmi ilə qutarır. Dedik ki, 8 rəqəmi cüt ədəddir, cüt rəqəmdir. Ona görə bu ədəd 2-yə qalıqsız bölünür. Daha sonra 3-ə bölmə əlamətinə baxaq. 3-ə bölmə əlaməti nədir? Ədədlərinin cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Nə deməkdir bu? Məsələn, 15-ə baxaq elə. 15-də rəqəm bu ədəddir. Dedik ki, ədəd rəqəmlərdən təşkil olunub. Hansı rəqəmlərdən təşkil olunub 15? 1 və 5. Dedik ki, rəqəmlərinin cəmi 3-ə bölünür. Yəni 1 üstə gəl 5, 6 edir. 6 3-ə bölündüyü üçün bu ədəd özü də 3-ə qalıqsız bölünəcək. Sonra isə 4-ə bölünmə əlamətinə baxaq. Hər hansısa verilmiş bir ədədin son 2 rəqəminin verilmiş ardıcıllıqla əmələ gətirdiyi ədəd 4-ə qalıqsız bölünürsə, həmən ədəd 4-ə bölünür. Bilirəm, bu tərif çox uzun oldu, amma misal üzərində göstərəndə daha rahat olacaq. Məsələn, 1764 rəqəminə baxaq. Bu rəqəm böyük görünə bilər. İlk baxışdan fikirləşə bilərək, görəsən 4-ə bölünürmü, bölünmürmü? İndi dediyimiz xəstəni burada tədbiq edib tapacaq. Məsələn, dedik ki, verilmiş ədədin son 2 rəqəminin verilmiş ardıcıllıqla əmələ gətirdiyi ədəd, yəni 64 ədədi 4-ə qalıqsız bölünürmü? Bəli, bölünür. Ona görə bu 1764 ədəd 4-ə qalıqsız bölünəcək. Bu xəstəni 25-ə bölünməyə də tətbiq edəcəyik. Yəni, məsələn, tutaq ki, verilib 3225 ədədi. Dedim ki, verilmiş ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd. Yəni, 25 ədədin 25-ə qalıqsız bölünürmü? Bəli. Ona görə bu ədəd özü də 25-ə qalıqsız bölünəcək. Həmçinin belə bir şey də deyə bilərik. Son 2 rəqəmi 0-la bitən ədədlər 4-ə və ya 25-ə qalıqsız bölünür. Məsələn, 1600 tutaq ki, bu həm 4-ə qalıqsız bölünəcək, həm 25-ə, çünki son 2 rəqəmi 0-dır. İndi isə 8-ə bölünməni bu qaydaya uyğun olaraq deyəcək, amma burada son 3 rəqəm deyəcək. Məsələn, qayda necədir? Verilmiş ədədin son 3 rəqəminin verilmiş ardıcıllıqla əmələ gətirdiyi ədəd 8-ə qalıqsız bölünürsə, həmən ədəd 8-ə qalıqsız bölünür. Necə? Məsələn, 1600, daha doğrusu 16200 tutaq ki. Verilmiş ədədin son 3 rəqəmin verilmiş ardıcıllıqla əmələ gətirdiyi ədəd, yəni bu 200 ədəd 8-ə qalıqsız bölündüyü üçün bu ədəd özü də 8-ə qalıqsız bölünəcək. Və yaxud da deyə bilərik, son 3 rəqəmi 0-la qutararsa, o da 8-ə qalıqsız bölünür və məsələn 16000 desək, son 3 rəqəmi 0 olduğu üçün bu ədəd 8-ə qalıqsız bölünəcək. Daha sonra sonu 0 və ya 5 ilə qutaran ədədlər 5-ə qalıqsız bölünür. Məsələn, 50, daha sonra 75, 5-ə qalıqsız bölünür. Daha sonra sonu 0-la qutaran ədədlər 10-a qalıqsız bölünür. Məsələn, 50, 60, 70, 1100 və s. Daha sonra həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya qalıqsız bölünür. Burada həm 2-nin xəstəsinə baxacaq, həm 3-ün xəstəsinə baxacaq. Hər ikisi ödənirsə, demək bu ədəd 6-ya da qalıqsız bölünür. 9-a bölünmə xəstəsi bu 3-ə bölünmə xəstəsinə oxşuyur. Yəni, verilmiş ədədin rəqəmləri cəmi 9-a bölünürsə, həmən ədəd 9-a bölünür. Məsələn, 171 ədədini götürürük. 171 ədədi 1, 7 və 1 rəqəmlərindən yaranır. Bu rəqəmlərin cəmi 9 olur. 9 9-a tam bölündüyü üçün bu ədəd də 9-a tam bölünəcək. İsə sadə və mürəkkəb ədədlər. Mürəkkəb ədədlərin sadəlıqlara ayrılışı anlayışına baxacağıq. Sadə ədədlər nədir? Özünə və yalnız özünə və vahidə bölünən ədədlər sadə ədədlər adlanır. Məsələn, 2 nəyə bölünür? Yalnız 2-yə və 1-ə. Vahid dedikdə 1-i nəzərdə tuturam. Daha sonra 3, məsələn 5, 9, 19 və s. sonsuz sayda deyə bilərik.
Bu ədədlər sadə ədədlər adlanır. Mürəkkəb ədədlər nədir? 2-dən artıq bölənə olan ədədlər mürəkkəb ədədlər adlanır. Yəni məsələn 18 tutaq ki. 18 həm 2-yə bölünür, həm özünə bölünür, həm 1-ə bölünür, həm 3-ə bölünür, həm 6-ya, həm 9-a. Yəni 2-dən artıq böləni var, ona görə bu ədəd mürəkkəb ədəd adlanır. Bir də bunu qeyd kimi götürün. Bunu qeyd kimi götürə bilərsiniz ki, bir nə sadə, nə də mürəkkəb ədəddir. İndi isə sadə qruplara ayrılışına baxaq mürəkkəb ədədlərin. Məsələn, 36-nı götürürük. Sadə qruplara ayrılış nədir? Əvvəlcə tərifini deyim. Mürəkkəb ədədin sadə qruplara ayrılışı, yəni sadə bölənlərin qüvvəti şəklində göstərilməsi deməkdir həmin ədədin. Bunları dildə necə izah edə bilərik? Məsələn, 36-nı bölürük sadə ədədlərə. Sonra bir alınana qədər bölürük. Daha sonra sağ tərəfdə alınan o sadə qruplarla onu hasil şəklində göstərmək sadə qruplara ayrılış deməkdir. İndi misal üzərində göstərəcəm, daha yaxşı ayrılmalıdır. Məsələn, 36-nı dedim ki, sadə ədədləri bölə-bölə gedirik. Ən birinci 2-dən başlayırıq. Əgər 2-yə bölünməsəydi, 3-dən başlayacaqdıq. İndi 36 2-yə bölünür, 18 alınır. 18 2-yə bölünür, 9. 9 3-ə bölünür. Gördünüz, 2-yə bölünmədə ona görə 3 yazdım. 3-ə bölünür, 3 alınır, 3 də 3-ə bölünür, 1 alınır. 1 alınana qədər yazdım. Sağ tərəfdə nə alındı? Sadə qruplara ayrıldı. İndi 36-nı sadə qruplara ayrılış şəklində göstərmək, yəni bu alınan sadə qrupların hasil şəklində göstərməkdir. Yəni 2 vur, 2 vur, 3 vur, 3. Və bunu qüvvət şəklində də göstəririk. Məsələn, belə yaza bilərik. 2-nin kvadratı, 3-ün kvadratı. İndi isə bəzi düsturlar öyrədəcəm sizə. Bunlar sizə misal həllərində lazım olacaq. Əvvəlcə bir ədəd götürək. Məsələn, 24. 24-ü əvvəlcə sadə qruplarına ayıraq. 24 2-yə bölünür, 12 alınır, 12 2-yə bölünür, 6, 6 2-yə bölünür, 3 alınır, 3-ü də 3-ə 1. Necə dedik göstərəcəyik? Sadə qrupların hasili şəklində. Daha sonra bunu qüvvət şəklində göstərik. 2-nin kubu vurulsun 3. Sizin misallarda nə soruşula bilər? Sadə qrupların sayı, müxtəlif sadə qrupların sayı, sadə bölənlərin sayı və müxtəlif sadə bölənlərin sayı. Bunları necə tapacağıq? Əvvəlcə buna baxın. Sadə qrupların sayı. Sadə qrupların sayı nədir? Sadə qruplar bunlardır. Ümumi bu qrupların sayı 4 dənədir. Demək ki, burada 4-dür. Müxtəlif sadə qrup deyəndə isə müxtəlif sadə qrup. Müxtəlif sadə qrup deyəndə biz hər qrupdan birini götürürük. Məsələn, görürsünüz 2 3 dəfə təkrarlanır, amma biz bunu birini götürəcəyik və 3-dən də zaten bir dənədir. Ona görə onu bir dənə götürəcəyik. Yəni ümumilikdə müxtəlif sadə qruplar 2 dənə olmuş olur. Yəni təkrarlanan qrup olanda bir dənə götürürük onu. Daha sonra sadə bölənlərin sayı. Bölən anlayışında biz nə dedik? Dedik ki, hər hansı n natural ədədinin qalıqsız bölündüyü ədədlər onun böləni adlanır. Yəni 24-ün böləni əslində 1, 2, qoyun yazın burada, görəsiniz. 1, 2, 3, daha sonra 4, 6, 8, 12 və 24-ün özüdür. Gör, sadə bölənləri bunlardır. Amma sadə bölən dediyi üçün biz 2-nin 3-ü götürürük yalnız. Bir dedik ki, nə sadədir, nə mürəkkəbdir. Digərləri isə mürəkkəb olan bölənləridir. Yalnız 2 ilə 3 sadə böləndir. Ona görə sadə bölənlərin sayı 2-dən olur. Müxtəlif sadə bölən dedikdə yenə onsuz bu 2-dir, 3-dür. Bunlar təkrarlanmır onsuz. Ona görə müxtəlif sadə bölənlərin də sayı 2-dir. Bunlar ümumi formul şəklində versək, məsələn, hər hansı A ədədinin sadə qrupları hasil şəklində belə göstərik. A1 üstü K1, vurulsun A2 üstü K2, vurulsun AN üstü KN. Sadə qrupların sayı dedikdə biz üstlərin cəmini tapacağıq. Yəni K1 üstə gəl K2 üstə gəl KN. Müxtəlif sadə qrup deyəndə isə neçə dənə sadə qrup görəcəksə onu götürəcəyik. Müxtəlif sadə qrup 2 dənə olacaq. Müxtəlif sadə qrup.
Daha sonra sadə bölənlərin sayı yenə eyni olacaq. Burada 2 yox, eyni yazmalıydı. Sadə bölənlərin sayı dedikdə eyni olacaq. Yəni burada nə qədər görəcəksə o qədər. Müxtəlif sadə bölənlərin sayı da yenə eyni olacaq. Yəni müxtəlif sadə qrupların sayı, müxtəlif sadə bölənlərin sayı və sadə bölənlərin sayının hamısının bir düsturu var, eynidir. Yalnız sadə qrupların sayı isə onların qüvvəti şəklində göstərilir. Yəni buradan da misaldan yenə baxsaq, yenə izah eləsəm, görürsünüz ki, qüvvət şəklində burada göstərildi. Dedik ki, sadə qrupların sayı qüvvətlərin cəmini toplayır. Yəni 3 üstəgəl, 3-ün qüvvəti 1-dir, 3 üstəgəl 1, 4 aldıq. Həqiqətən də müxtəlif sadə qrupların sayı dedik, burada nə qədərdirsə onu götürəcəyik. Yəni 2 dənə ədəd olduğu üçün 2-dən 2 götürəcəyik. Sadə bölənlərin sayı və müxtəlif sadə bölənlərin də sayı eynidirlər. Burada neçə ədəddirsə, yəni 2 dənə olduğu üçün 2-ni götürmüş olacağıq. Bugünkü dərsimiz bu qədər. Yeniliklərdən xəbərdar olmaq üçün, növbəti videoları izləmək üçün YouTube kanalına abunə olub, Instagram səhifəmizi izləməyi unutmayın və aşağıdakı nömrə ilə əlaqə saxlamağı unutmayın. Sağ olun, görüşənədək.